Baxın əzizlərim, nə gözəl mənzərədir. İndi sizə bir dənə də mənzərə göstərəcəm. İndi bu mənzərəyə baxın. Toplu şəkildə bu qədər zibilləri bura gətirib tökən adi insanlar deyil. Bura yaşayış yerindən çox uzaq bir yerdir. Bunu eləyən restoran sahibləridir, restoranlardır. Bax, bunlar hamısı restoranların atıqlarıdır. Başqa yerə zibillərini apara bilmirlər, gətirib təbiətin ortasına tökürlər. Yəni, dalda yerlərə töküb gedirlər. Hələ burada bu qədərdir. Aşağıda 5 bunu qədər zibil var. Bunu da eləyən adi insanlar deyil, restoranlardır. Təbiət kənarında fəaliyyət göstərən restoranlar. Biz düzələ bilmirik də, yəni bizdə bu əmələ gəlmir. Biz mədəniyyət olaraq, insan olaraq düzələ bilmirik.